Deməli dostlar, Türkiyə burslarının birinci mərhələsinin təqaüdünün cavabları çıxdı və görünən o ki, Azərbaycandan təxminən 300 nəfər, 400 nəfər, neçə nəfərsə qazandı bu təqaüdü. Yəni birinci mərhələni keçdik. Baxın, təkrar deyirəm, birinci mərhələni keçdik. İndi ikinci mərhələ olacaq, amma görünən odur ki, keçən illə baxanda bu il daha az tələbəyə təqaüd verilib. Çünki paylaşımlardan falan görünən odur ki, az təqaüd verilib. Yəni bu da normaldır. İstər-istəməz müəyyən çətinliklər var maddi olaraq. Ola bilər ki, o da təsir edir. Amma bir məsələni demək istəyirəm sizə ki, təqaüd ala bilməyənlər narahat olmasın. Çünki Türkiyənin özəl universitetlərində də təqaüd şansları var. Təqaüd deyəndə 50% endirimlə təhsil şansı. Və bir çox hallarda bu hesablayanda dövlət universitetlərindən daha ucuz başa gəlir təhsili. Yəni bu təqaüdlə və belə deyək də 50% endirimlə təhsilini maraqlananlar bizə müraciət edə bilərlər. Tibb sahəsi, fizioterapiya və başqa sahələr üzrə təhsil var. Bu necə olur? Məsələn, tələbə tibbin 3 ilini pulunu öncədən ödəyir və 6 il pulsuz təhsil alır. Yəni 50%-ni ödəyir. Yəni 50%-ə qədər endirim əldə edə bilir. Bundan əlavə digər ixtisaslarda, iqtisadiyyat, menecment, dövlət idarəçiliyi və digər başqa ixtisaslarda da endirimli təhsil şansları var. Yəni 50% endirimə qədər şanslar var. Yəni bunlara fürsətlərdən yararlana bilərsiniz. Həm rahat şəkildə qəbul olursunuz, həm də belə deyək də bakalavr təhsilinizi keyfiyyətli universitetlərdə təhsil alırsınız. Ətraflı məlumat üçün bizə müraciət edə bilərsiniz. Qeydiyyatlar başlayıb artıq. Təqaüdlü şanslar azdır. Əlbəttə ki, bu belə deyim şanslar hər universitetdə 2, 3, 5 yer olur. Bizə də universitetlər bunu təklif edirlər və biz bu təklifi belədə tələbələrimizlə və valideynlərlə paylaşırıq. İstəyənlər müraciət edə bilər və tələbə adını qazana bilər.